Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 43-cü dərs praktiki çalışma. 8 ayədən ibarətdir dərsimiz və yeni sözləri dəftərə qeyd eləyərsiniz. Birinci ayəmiz isə Əraf surəsi 60-cı ayədir. Bismillahirrahmanirrahim. Qalə dedi, əl-mələu, yəni başçılar, min dandən qavmihi, yəni onun qövmü. Onun qövmündən başçıları dedi. İnnə, həqiqətən biz, lə, şübhəsiz, lənərakə, nərakə, yəni görürük, kə, səni, fidadə, daləlin, yəni zəlalət, azğınlıq, mubin, açıq-aşkar, açıq, aydın. Onun qövmündən başçıları dedi, biz səni həqiqətən açıq, aydın, azğınlıq içində görürük. Açıq, aydın, zəlalət içində görürük, deyə bilərik. İkinci ayəmiz Əraf surəsi 179-cu ayədir. Bismillahirrahmanirrahim. Ləhum, yəni onlar üçün, yaxud da onların qulubun, qəlbləri, lə inkardır, yəfqahun, yəni fəqihə sözündəndir, idrak etmə, yəni yəfqahun, idrak edirlər, qavrayırlar, anlayırlar, bilirlər, lə yəfqahun, idrak etmirlər, qavramırlar, anlamırlar. Bihə, yəni onunla, onun ilə, və ləhum, və onların aynun, gözləri var. Lə yubsirun, yəni görmürlər, yaxud görməzlər, bihə, onun ilə. Ümumi tərcümə, onların qəlbləri var, onunla anlamazlar, idrak etməzlər, onların gözləri də var, onunla görməzlər. Üçüncü ayə Yunus surəsi 17-ci ayədir. Bismillahirrahmanirrahim. Fəmən, fə elə isə mən kimdir? Əzləmu, yəni daha zülmkar, daha zalım. Mimmən iftəra, yəni o şeydən ki iftira atırlar. Aləllahi, Allaha, kəzibə, yalandan, əv yaxud kəzzəbə, yəni yalanlayırlar, yaxud belə də yalanlayandan, bi əyətihi, yəni onun ayələrini. Elə isə Allaha yalandan iftira atan kəsdən və yaxud və ya onun ayələrini yalanlayandan daha zalım kimdir? Daha zülmkar kimdir? Dördüncü ayə Yunus surəsi 47-ci ayədir. Bismillahirrahmanirrahim. Fəizə, elə isə o zaman gəldi, yəni gəldiyi zaman, elə isə gəldiyi zaman Rasuluhum, onların peyğəmbəri sallallahu aleyhi və səlləm qudiyə, yəni hökm olunar, beynəhum, onların arasında, bil qist, yəni ədalət ilə, və hum, və onlar, lə, inkar, yuzləmun, yəni lə yuzləmun, zülüm, onlara zülüm olunmaz, belə deyək. Ümumi tərcümə, elə isə onların peyğəmbəri salavatullah gəldiyi zaman onların aralarında ədalət ilə hökm olunar və onlara zülüm olunmaz. 5-ci ayəmiz Hud surəsi 4-cü ayə. İləllahi, yəni Allaha tərəf, mərciukum, yəni qayıdacaqsınız. Və huvə, və o, alə, üzərinə kulli şeyin, yəni hər şeyin, qadir, yəni qadirdir. Yəni o hər şeyə qadirdir. Allaha qayıdacaqsınız və o hər şeyə qadirdir. 6-cı ayə Həc surəsi 70-ci ayədir.
Bismillahirrahmanirrahim. Ələm tə'ləm. Mimi sual ədatıdır. Ləm tə'ləm bilmədin. Deməli bilmədinmi? Ənə ki Allah ya'ləmu bilir. Mə hər nə varsa fis-səmai göylərdə vəl ard yerdə. İnnə həqiqətən zəlikə bu fi kitab yəni kitabdadır. Həqiqətən bu lövh-i məhfuzda bir kitabdadır. İnnə həqiqətən zəlikə bu aləllahi yəni Allah üçün yəsir asandır. Ümumi tərcümə bilmədinmi ki Allah göylərdə və yerdə nə varsa hamısını bilir. Yəni hər nə varsa bilir. Həqiqətən bu yəni lövh-i məhfuzda bir kitabdır. Həqiqətən Allah üçün bu asandır. 7-ci ayə Nur surəsi 24-cü ayədir. Bismillahirrahmanirrahim. Yevmə təşhədu. Yevmə təşhədu yəni o gün şahidlik edecektir. Aleyhim sizin aleyhinize. Elsinetuhum yani onların dilleri ve eydihim ve onların elleri ve erculuhum ve onların ayakları bime o şeye ki kanu oldular idiler ya'lemun yani emeller yani ettikleri emeller barəsində. Ümumi tərcümə, geridən tərcümə etsə daha yaxşı olar. Etdikləri əməllər barəsində o gün dilləri, əlləri və ayaqları onların əleyhinə şahidlik edəcəkdir. Və sonuncu ayəmiz Nəbə surəsi 40-cı ayədir. Üzr istəyirəm. Bismillahirrahmanirrahim. Və yəqulu ve diyecektir. Ve yekulul kafir ve kafir ise diyecektir. Ya leyteni ya yani ey leyte yani kaş ni yani burada ya yani ki mene aittir. Men kuntu oldum turabe yani torpak. Kafir ise diyecektir. Kaş ben torpak olaydım. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.